Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Noyabrın 17-sində saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü şəxs kəsilmiş deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Xəbər verilir ki, insident şəhər ərazisində qeydə alınıb. Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü kişi cinsi olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Allah şəfa versin.